O anlarda mən hocaya zəng eləyirdim, deyirdim, nəsə plan var, bunlar uşaqlarla görüşəcəklər, məsələn. Deməli, Mahir hamı elə bilir ki, ora gedəndən sonra orada tanış olublar, yox. Almandır deyə elə fikirləşirlər ki, Almaniyada tanış olubdu, yox. Bax, bunu buradan birinci dəfə eşidirlər. Mən Coşqun da məni bağışlasın, Mahirə görə çox qalıbdı bazı. Ona görə də mən son ana qədər fikirləşirdim ki, bu Mixelin olacaq. Mən hiss elədim ki, mən çempion komandada oynamaq istəyirəm. Mən də belə bir 2 dəqiqə üstünə baxdım və belə. Hər vaxtınız xeyir, Azərsmail YouTube kanalındasınız. İdman podkastlarımız davam edir və bu dəfə tamam fərqli bir müsahibə ilə qarşınızda olacağam. 8 martdır, Beynəlxalq Qadınlar Günü və bu münasibətlə bütün xanımlarımızı təbrik edirik və bu günə biganə qalmaq olmazdı, amma qonaq seçimi də olduqca bizim üçün çətin idi. Düşündük, daşındıq və özəl bir qonaqla qarşınızdayıq. Ulduz futbolçumuz, milli komandamızın üzvü və kifayət qədər məşhur sima olan Mahir Əmrəlidən danışacağıq. Anası Elnura Əmrəli bizimlədir. Hər zaman düzəltirəm onu, Mahir Əmrəli. Əmrəli. Hər vaxtınız xeyir olsun. Hər dəfə onu sizə də deyirəm, bəzi jurnalistlərimizə də deyirəm. Xoş gəldiniz, təşəkkür edirəm təklifimizi qəbul etdiyiniz üçün. Siz də dəvət elədiyiniz üçün çox sağ olun. Mən də xanımlarımızı təbrik eləyirəm. Xanımlarımız həmişə gülsün. Mən hər zaman deyirəm ki, bütün evlərdə xanımlar xoşbəxt olsun. Niyə? Çünki xanım xoşbəxt olduğu zaman bu deməkdir ki, onun ailəsində hər şey qaydasındadır. Uşaqları da xoşbəxtdir, həyat yoldaşı da xoşbəxtdir. Hər kəs xoşbəxtdir əgər bir qadın xoşbəxtdirsə. Elnura xanım, həddindən artıq belə deyək, suallarım çoxdur sizə, mövzular da zəngindir. Həm bir peşəkar oturub qarşımda televiziya barədə, jurnalistika barədə və elə istəyirəm buradan başlayaq. Hazırda Elnura xanım hardadır, uzun müddətli fasilə verib bildiyimiz qədər və bu istiqamətdə gələcək planlar necədir? Hazırda belə deyim, həm də son 3 ildir mən ancaq evladlarımın anasıyam. Bu qədər. Ona qədər çox işləmişəm, 24 il demək olar ki, televiziyada işləmişəm. Ondan sonra şəxsi işlərim olubdu, öz biznesim olubdu, oyla məşğul olmuşam. Mahir Azərbaycandan gedəndən artıq gördüm çatdıra bilmirəm heç bir şeyi. Ona görə də hər şeyi belə deyim də boş verdim və həyatımızın mərkəzində Mahirdir. Qayıdacaqsınızsa bir gün. Qayıdacaqsınızmı, düşünürsünüzmü və yaxud da qayıdacaqsa hardan başlamaq? Necə artıq televiziyalarda, televiziya ənənələrdə, trendlər də dəyişir? Ana televiziya düşünmürəm, sözün düzü. Amma belə deyim də əkizlər bürcüyəm. Bir gün o əkizlərin şıltaqlığı tutar. YouTube proyekti ola bilər ki, mən YouTube'u çox izləyirəm. Hamısını izləyirəm. Və azarkeşi olduğum YouTube kanalları var, onları həmişə izləyirəm. Ona görə YouTube məndən ötürü daha maraqlıdır. Və burada insanlarla daha fərqli ünsiyyətdə yəqin ki, olmaqda nəzərdə tutursunuz. Soruşacağım əsas məsələlərdən biri bu mövzuda. Müasir televiziyanı, jurnalistikanı necə görürsünüz? Məncə bu da izləyicilərimiz üçün maraqlıdır. 24 il dediniz, çox şey dəyişib sizin o aktiv dövrünüzlə müqayisədə. Mən belə desəm ki, mənim üçün ürək açan deyil. Nə mənada mənim üçün ürək açan deyil. Mənim və mənim ətrafımın, belə deyim də, maraq dairəsini əhatə edən verilişlər çox azdır. Mən belə deyim də, şəxsən televiziyaya baxmıram. Evimdə 2 kanal açılır. Onların biri CBC Sportdur, biri İdman Azərbaycandır. Bu da başa düşüləndir və başqa kanallarda da ancaq idmanla bağlı bir şey varsa, məsəl üçün millinin oyunları müzakirə olunursa, milli oyunlar göstərilirsə, o zaman açıram, baxıram, xəbər eləyirlər ki, məsələn, filan televiziyada futbol müzakirə olunur, açıram, baxıram. Elnura xanım,
Biz danışacağıq futboldan. Nə qədər istəsəm də hələlik futbol mövzularına keçə bilməm. Ondan vacib şəxsən mənim üçün maraqlı mövzular var. Bir məsələ var. Bayaq biz podkastımızdan qabaq danışdıq. İstəyirəm insanları da bu barədə maarifləndirək. Hazırda siz, Mahirin bacısı və yaxınları onun ətrafında bir sıx komanda kimi birləşib və Mahirin işləri ilə məşğuldur. Halbuki böyük əksəriyyət elə bilir ki, futbolçu olmaq sadəcə futbol meydanda mübarizə aparmaqdan ibarətdir, amma yaxşı futbolçu olmaq, ulduz olmaq əslində tamam başqa bir reallıqlar var. Bu barədə biraz danışaq. Siz, yaxınlarınız Mahir üçün hansı işləri görürsüz? Bunlar nə dərəcədə vacibdir? Və bu gün Mahirin təkcə futbol sferası yox, ümumi ölkədə bütün sahələrdə bir ulduza çevrilməsində Elnura xanımın rolu nədən ibarətdir? Belə deyim də, mənim oğlum futbolçu olmasaydı da, yəni mən hesab eləyirəm ki, yəni hansı sahədə olursa olsun, yəni mən eyni məsləhətləri verərdim. Onun əhval-ruhiyyəsinin, motivasiyasının yəni yerində olması üçün çalışardım, çabalayardım. Çünki mənim Mahirdən başqa da bir qızım vardı. Onun da həyatı var. Yəni biz analar nə üçün varıq? Uşaqlarımızın sağlam, xoşbəxt böyüməsi üçün. Amma məsəl üçün Mahirin hesab edirəm ki, çox ekstra belə deyim gərgin işi var. Bütün idmançıların, belə deyək. Bu təkcə futbolda deyil. Bu bütün idman növlərində bizim idmançılarımız çox gərgindirlər. Çünki onların belə deyək, baxın, başqaları hər hansı bir sahədə olurlar, hüquqşünasdılar, həkimdilər, müəllimdilər, mühəndisdilər. Onların bir 60-65 yaşa qədər işləmək lüksu var. Amma idmançılarımızın çox qısa bir idman həyatı var. Və bu idman həyatında o insanların belə deyim də 30-40 ildə çəkdiyi əziyyəti, psixoloji, fiziki, maddi əziyyəti bu uşaqlar, idmançılar 10-15 ildə çəkirlər və 10-15 ilə bu gərginlik belə deyim də 10-15 ilə sıxılır. Ona görə də təsəvvür edirsiniz, həm də balaca yaşlardan, yəni bəzən baxırsan ki, mən 20 yaşlarında uşağın çəkdiyi əsəbi gərginliyi, psixoloji basqını 50-60 yaşındakı bir kişi qaldıra bilməz. Yəni ona görə də mən hesab eləyirəm ki, idmançılarımıza xüsusi diqqət lazımdır. Bunu jurnalistlər də fikirləşməlidir, bunu azarkeşlər də fikirləşməlidir. Yəni ki, bunların bir söz belə motivasiyalarını korlaya bilir. Yəni o bir sözdən motivasiyaları korlandığı zaman deyirsiniz, nə edirsiniz? Bax, mən bacısı, mənim qardaşlarım, Mahirin dayıları, uşaqları, onların hamımız biz fikirləşirik ki, aha, nəsə oldu. Hətta ekrandan görürük. Deməli biz indi oyun qutarır, yığışmalıyıq. Video call, hərəsi də bir ölkədədirlər. Belə bölünür o telefonun ekranı, bir 6 kişi orada, 6 nəfər. Mahirin motivasiyasını düzəltmək üçün ən azından o belə oldu, bu belə oldu, biraz futboldan, biraz anlardan danışırıq. Ondan sonra biraz zarafata, biraz ona, biraz buna, biraz gələcəkdən danışırıq ki, o stres üstündən geçsin. Yəni rahat bir şey deyil. Ona görə də mən çox xahiş edirəm azarkeşlərdən, bütün idman növlərinin azarkeşlərindən, yəni bu idmançılara bir də bu pəncərədən baxsınlar və mütləq onların motivasiyalarının yerində olması üçün bir dəstək olsunlar. Dəstək olanlar var, amma köstək olanlar da təəssüf ki var. Mən xatırlayıram, indi mövzu bura gəldiyə danışıram. Mahirin millidə yaxşı formada olduğu vaxtlar var idi. Qarabağda və millidə və müasir futbol da çox dəyişir də. Məsələn, məşqçi tapşırıqlar var və s. Yəni əvvəllər baxırdıq deyirdi ya filan kəs bərbad oynayır, filan kəs belə, filan kəs özündən razıdır. Amma indi reallıq başqadır. Məsələn, millin oyunlarından birini xatırlayıram və bilirəm ki, orada məşqçilərin istəyi var idi. Mahirdən driblinq istəyirdilər. Çoxlu driblinq, çoxlu topu daşı və bu çox vacib bir iş idi həmin anda milli üçün. Amma tribunalar onu fitə basmışdı, xatırlayırsınızsa bir oyunda olmuşdu. Olmuşdu, yadıma gəlir də, millinin oyunu idi. Olimpiya stadionunda. Olimpiya stadionunda Mahir çıxırdı həmin oyuna. Qurban Qurbanov da o zaman. Məsud Özil'i alqışlayırdılar o vaxt. O girirdi oyuna. Yəni belə məqamlarda nə edirsiniz? Heç nə belə məqamlarda Mahirin çox həssasdır Mahir, belə deyim, duyğusaldır. İnsandır. İnsana xas olan xüsusiyyətlərdir. Yəni dəmir deyil, daş deyil, belə deyək də. Təbii ki, sağ olsun o vaxt Qurban müəllim
yəni həmin anlarda çox dəstəklədi və bütün bu fitlərə baxmayaraq, bu təzyiqlərə baxmayaraq, bilmirəm orada kimin marağı var idi. O olur belə bir qara PR zamanı, zaman-zaman olubdu Mahirdə də. Mahir fitə basılırdı və Mahir hər oyun oynayırdı. Ondan sonra yenə istər Qarabağda olsun, istər millidə olsun. Mahirin futbola gəlişi, indi bu barədə danışmısınız, amma istəyirəm bir də bizim podkastımızda bu hardan yarandı və ümumiyyətlə əvvəllərdə gənc yaşlarında o istedadı hiss edirdiniz. Məsələn, mən danışan zaman görürəm ki, uşaq yaşlarında məşqçiləri, ümumiyyətlə futbolda olan insanlar bu uşaqda nəsə var, bunda bir istedad var deyirlər. Öz dövrünün istedadlarından biri idi. Siz bunu nə zaman hiss etməyə başladınız? Belə deyim də, Mahir yay tətillərində Zaqatalada olurdu və mənim hər qardaşımın bir oğlu var. Onlar Mahirdən böyükdülər. Onlar futbola gedirdilər orada. Hamı yaxşı tanıyır futbolu bilən insanlar. Şaban müəllim Şirdanov o vaxtında o məşğul olurdu və onun yanına uşaqlar gedirdilər. Mahir heç məktəbə getmirdi o vaxtlar. Ağlayırdı, anam onu aparırdı. Nə olar onda ayağına top dəysin. Ondan belə başladı. Ondan sonra Bakıda biz onu yazdırdıq futbola. Əvvəl uşaq kimi, yəni başqaları necə, o da elə bilmək olmur o yaşlarda ondan futbolçu olacaq, olmayacaq. Amma gəldi artıq 8 yaşlarına, 9 yaşlarına. Ondan sonra Bakı klubuna yazdırdıq. Bakı klubunda o vaxtı bilirsiniz akademiyada Yüksəl Hoca var idi. Bakının da yaxşı vaxtları idi. Bakının da yaxşı vaxtı idi. Yəni Mahir təsəvvür eləyin ki, hansı vaxtları idi. Gəlirdi evə məktəbdən qaça-qaça. Mama, buterbrod ver. Gedirəm, özü də Bakı oynayır demirdi. Jaba oynayır, gedirəm top daşımağa. Top daşıyanlar idi da, bunlar o vaxt balacaydılar. Deməli Yüksəl Hoca ilə mən demək olar ki, həftədə bir dəfə danışırdım. Ay hoca, bununla bir futbolçu çıxacaqmı? Bundan bir istedadlı oyunçu olacaqmı ki, dərsləri də var axı. Həm dərslərini oxumalıdır, həm idmana getməlidir. O da deyirdi ki, yaxşıdır, amma bilmək olmaz. Yaxşıdır, bilmək olmaz və belə-belə illər keçdi. Ondan sonra Mahir yavaş-yavaş akademiyada, çox gözəl akademiya idi, bilirsiniz. Artıq rəsmi olaraq az yaşlarla kontraktları var idi. Kontrakt bağladı. Ondan sonra başladılar oynamağa. Ondan sonra Lansa, bilirsiniz, onların müqaviləsi var idi. Hafiz müəllim də o vaxt Lansa almışdı. Lansa göndərdilər. Ondan sonra Millinin demək olar ki, bütün yaş qruplarında Mahir oynadı. Bir də heç yadımdan çıxmaz, Cabadan danışdım və Mahir artıq böyüklərlə oynamağa başladı və ilk oyununda Mahir ehtiyat oyunçular skamyasındaydı və Jaba çıxdı, Mahir onun yerinə girdi. Və o şəkil məndə var. Deyirəm evə gələndə ilk sözüm oldu. Yadına gəlir Mahir, sən deyirdin ki, yeməyə vaxtım yoxdur, buterbrod ver, mən gedirəm Jaba ilə oynayır, top daşıyacağam. Görürsən bu gün səni yəni Jaba ilə əvəzləyirlər. Yəni hocaları sağ olsun, çox əziyyət çəkdilər Mahirin üstündə, məsəl üçün istedadını da gördülər. Yəni mən də çox diqqət elədim deyə düşünürəm. Təvazökarlıqdan uzaq olsun ya olmasın. Yəni çox həmişə əlaqə saxladım, çünki məndən ötürü onların təhsili də çox önəmli idi. Çünki Mahir çox yaxşı oxuyurdu. Çox yaxşı oxuyurdu Mahir dərslərini. Mahir rus dilini, ingilis dilini demək olar ki, multfilmlərə baxıb öyrənibdi. Yəni o qədər, məsəl üçün dublyaj olunurdu rusca, altında ingiliscə səs qalırdı. O ingiliscə altdakı səsi əzbərləyirdi. Yəni o qədər dil götürmə qabiliyyəti də yaxşı idi Mahirin, dərsləri də yaxşı idi, 5-lə oxuyurdu, çox kitab oxuyurdu, çox kitablardan bir şeylər öyrənirdi, dünya musiqilərinə qulaq asırdı. Ona görə də mən fikirləşirdim ki, yəni əgər bir futbolçu olmayacaqsa, yəni orada bir şey eləyə bilməyəcəksə, yəni daha çox dərslərinin üstünə düşüm. Ona görə daim hocaları ilə əlaqədə idim. Yəni belə hocalarla bərabər əziyyət çəkdik, danışa-danışa gəldik, bu günləri gördük. Hocalardan söz düşmüşəm, Mahirin karyerasında yəqin ki, Qurban Qurbanov adda çox mühüm rol oynayır. Çox. Biraz o mövzuda da istəyərdim danışaq. Yəni Qurban hocanın əziyyəti Mahirin üstündə, belə deyim də, çox-çox böyükdür. Təkcə hocalıq deyil, Mahirə böyük qardaşlıq eləyib, lazım olanda atalıq eləyib Mahirə. Mahirin baxışından bilirdi ki, Mahirin
kefi necədir? Mahirin əskikləri olanda, məsəl üçün deyirdi ki, səhər 6-da gələcəksən, məşq eləyəcəyik. Aylarla tək Mahirlə məşq eləyibdi, məsələn. Əvəzsizdir, mütləq bütün futbolçularla hoca elədi. İndi mən Mahiri bilirəm deyə bunu danışıram. Yoxsa Qarabağ bu qədər uğura əl ata bilməzdi. Mən hesab eləyirəm ki, idmanın yanında gedəcək paralel şərt nizam-intizamdır. Yəni Qarabağ klubundakı qədər nizam-intizam, yəni mən heç bir klubda görməmişəm, nə mənada görməmişəm. Məsəl üçün xaricdə oynayır. Onlara klubun içində futbolçu maraqlıdır, nə edir, necə yedi, necə yatdı, necə oynadı, məşqi necə elədi. Amma Qarabağda elə deyil idi. Hoca onların şəxsi həyatına da nəzarət eləyirdi. Məsəl üçün Bakı balaca yerdir də. Səhər deyirdi, Mahir sənin gecə 1-də şəhərdə idin, nə inirdin, nə yedin, nə yemədin. İndi bir məqam da var. Bunu ilk dəfə deyəcəm. Burada. Deməli Mahir axı balaca idi, 17 yaşı var idi Mahirin Qarabağa gedəndə. Uşaqdılar da. Məsəl üçün olurdu bir də görürdüm, eşidirdim ki, telefonda danışır ki, məşqdən sonra görüşərik uşaqlarla, məsələn. O anlarda mən hocaya zəng eləyirdim, deyirdim, nəsə plan var, bunlar uşaqlarla görüşəcəklər, məsələn. O gün məşq olurdu, qutarırdı. Hoca deyirdi ki, Mahir, Coşqun, Eltun kim varsa siz bu gecə bazada qalacaqsınız. Bax bunu buradan birinci dəfə eşidirlər. Yəni Coşqun da məni bağışlasın. Mahirə görə çox qalıbdı bazada. Məsələn 3 gün siz bazada qalacaqsınız. Məsələn Mahir rejimini pozanda yeməklə bağlı yuxusunu, yəni özünə də xəbərdarlıq eləyirdim. Deyirdim bax hocaya deyəcəm, kola içdin, hamburger yedin, məsələn. Və deyirdim də. Deyirdim, düzəlirdi. Ondan sonra məsəl üçün olurdu, ona demirdi, sən hamburger yeyibsən və yaxud mənə şikayət gəlib. Təbii ki, hoca bunu demirdi ona. Deyirdi ki, oyundan sonra və yaxud məşqdən sonra gedək Mahir yemək yeyək. Gedirdi, onu oyundan sonra quzu əti yemək lazımdır, protein almaq lazımdır, o lazımdır, bu lazımdır. Yəni o qədər diqqətli idi. Yəni çünki desəm ki, futbolla bağlı, yəni hocanın futbol bacarığını, hocalığını ümumiyyətlə müzakirə mövzusu eləmək olmaz. Yəni bu bir etalondur. Yəni bu tərəfləri də maraqlı idi və bu gün və burdan da bu vasitə ilə də mən hər zaman o təşəkkürümü bildirirəm. Yəni bir daha təşəkkür edirəm Mahirin üzərində çəkdikləri əziyyətinə görə. Hocanın da, bütün Qarabağ ailəsinin də, yəni çox ailə kimi oldular bizə. Yəni bizim məsəl üçün bir problemimiz olduğu zaman, bir yerdə sıxışdığımız zaman heç başqa bir şey ağlımıza gəlmirdi. Həmən Qarabağ klubuna məsəl üçün deyə bilərdik ki, bu problem var, bunu həll etmək lazımdır. Hər şeydə, yəni Qarabağ klubu bizə dəstək oldu. Ona görə də fürsət düşmüşkən bir daha təşəkkür eləyirəm onlara. Elnur xanım, bundan sonra legioner həyatı başladı. İndi detallara varacaq qədər mövzu çoxdur. Yəni Mahir də o səviyyədə futbolçudur, növbəti verilişlərdə. Yəqin ki, bunun üçün bizə daha geniş vaxt lazımdır. Biraz daha konkret keçəcəm. Legioner həyatı necə qərar verdiniz və indi məsələyə buradan baxanda doğru qərarmı görünür sizə? Yəni mənim üçün Azərbaycan futbolu üçün təbii doğru qərar idi. Legioner həyatı kifayət qədər uğurlu alındı. Yəni bu qərardan nə dərəcədə məmnunsunuz və necə oldu ki, artıq legioner həyatı yaşamağın vaxt çatdığını hiss etdiniz? Mən hesab eləyirəm ki, bu gün yəni Azərbaycanda elə bir futbolçu yoxdur ki, legioner həyatı yaşamağı istəməsin. Yəni bu hər bir idmançının arzusudur. Və Mahir də bildiyiniz kimi indi deməsinlər Mahiri tərifləyir. Yəni gözünüzün qabağında böyüyüb də, belə deyək də. Mahirə də 18 yaşından etibarən çox yaxşı təkliflər gəlirdi. Hətta o vaxt Bakının vaxtında Lansa da gedəndə onun yaşı çatmadı, ailəsi yaşamalı idi, sənət var idi, o var idi. Ona görə qalmadı, çünki Lansa təklif eləyirdi o vaxt Mahir qalsın deyə. Və 18 yaşından, 17 yaşından Mahirə hər zaman təkliflər gəldi və belə deyək də, o yolda bizə Qurban müəllim bələdçi oldu. O deyirdi, hələ tezdir, hələ tezdir, hələ tezdir, bu yaş tezdir. Nümunələr gətirirdi, məsəl üçün ki, bax,
bu yaşda bu getdi, belə oldu, o yaşda bu olmaz. Yəni o daha görürdü onun mental durumunu, psixoloji durumunu, yəni bilirdi. Çünki Öz övladı Mahiri kimi, bizim əlbəttə. qədər tanıyırdı. Ona görə də artıq hoca getmək olar deyəndə qərar verdi. Legiya seçimi, orada baş verənlər əslində çox uğurlu futbol karyera, çox uğurlu başlanğıc, xoşagəlməz hadisə. O hadisə bir də sizin gözünüzdən baxaq və ümumiyyətlə Mahirin Legiyadan ayrılmaq qərarına. Belə deyək də, Mahirin Legiyaya getmək qərarı sırf Mahirin qərarı oldu. Çünki o vaxt bir neçə klub var idi. Yəni mən çox ümid eləyirdim ki, Mahir gedəcək Mexelenə, Belgiyaya. Yəni çox danışmışdıq. Artıq mən orada evə baxırdım. Belgiyada mənim qohumlarım var. Necə şəhərdir. Məncə bu da ekskluzivdir. Yəni son ana qədər mən fikirləşdim ki, Mahir Mexelenə gedəcək. Şəhəri soruşduq, çünki təkcə klub deyib getmək olmur da. İndi bəlkə bunu bəziləri bilmir. Yəni futboldan kənar insanlar üçün deyirəm. Futbol adamları bunu təbii ki bilir. Məsəl üçün getdiyin zaman şəhəri fikirləşirsən, əhalini fikirləşirsən, hava durumunu fikirləşirsən, yaşayacağın yeri, yaşayacağın şəhəri, qidaları, bu necə olacaqdı? Yəni bu baxma, gedirlər 1 il, 2 il, yəni 1 il, 2 ildə bir igidin ömrüdür, bu sənin ömründən gedir. Ona görə də nəyəsə görə gedib o ömrü boşuna yaşamaq olmasın da orada. Çünki gedərsən pul qazanarsan, amma pul çox şeydir, amma hər şey deyil. Ona görə də mən son ana qədər fikirləşirdim ki, bu Mexelin olacaq. Həm də ona görə ki, mən Belgiya futbolunu çox sevirəm. Onların, yəni Belgiya liqini sevirəm, onların oyun tərzini sevirəm. Yəni mən çox istəyirəm. Ona görə də danışdıq, yəni son ana qədər fikirləşdik ki, bu Mexelin olacaqdı. O gün də biz son oyun səhv eləmirəmsə Neftçi Qarabağ idi. Neftçinin çempion olduğu il idi. Heç nə, oyun qurtardı. Götürdüm Mahiri, gəldim evə. Liftin yanında o düşdü. Mən dedim maşını park eləyim, mən qalxım. Heç nə, qalxdım evə. Dedim mən Legiyaya imza atdım. Mən də belə bir 2 dəqiqə üstünə baxdım. Və belə özü seçdi. Dedi ki, mən hiss elədim ki, mən çempion komandada oynamaq istəyirəm. Sözü bu oldu. Dedi, yəni mən çempion komandada oynamaq istəyirəm. Legiya seçiminin səbəbi də bizim üçün müəyyənləşdi, belə deyək bununla da. Bəs orada baş verənlər, oradan ayrılmaq qərarı necə? Onda da ünsiyyətdə olurdunuzmu? Oradaydıq biz. Hə, xatırlayıram. Zaten orada yaşayırdıq. Oradan ayrılmaq qərarı da məlum məsələlər də, yəni biz Polşanı əslində çox sevdik. Legiyanı çox sevdik. Yəni çox yaxşı klubdur, təsisləri çox gözəl, altyapısı çox gözəl, şəraiti, yəni çox gözəl, belə deyim, yüksək səviyyə, hər şey yerində, yaşam gözəl, dostları var idi. Yəni hər şey yaxşı idi əslində. Yəni məlum məsələlər orada uduzdular. Yəni gəldilər. Orada klubun boşluğu var idi deyə bilirik, yoxsa? Belə deyim də bizim klubla bir anlaşmamız var, danışa bilmərik deyə. Yəni ona görə də danışmayaq. Siz baxın da, yəni əvvəldən bilirlər, bazanın qabağına yığılıb fanatlar. Yəni bilirsiniz Legiyanın fanatları da dünyanın top 10-da 20-sindədirlər, Jileta. Yəni çox gözəl, yəni mən yaxşı mənada dəli fanatdılar da. Yəni o stadionda olmaq, onları izləmək, yəni futboldan daha çox keyf verir insana. Yəni o qədər göylərdə olursan da onlara baxanda. Yəni onlar gəliblər, yığılıblar. Təsəvvür eləyin ki, 100-200 nəfər var. Avtobusun qapısını açırlar, 5 nəfər girir. Yəni getməyə belə bilərdilər də ora. Ağıl var, məntiq var. Təbii ki. Yəni nəysə. Oldu, keçdi. Əsas sonrası da kifayət qədər yaxşıdır. Zaqrebdə işlər necə idi? Ümumiyyətlə Zaqreb və digər indi Legiyada dediniz, bizim üçün izləyicilər üçün də məncə maraqlıdır. Siz nə qədər Mahirin yanında olursunuz xarici? Çox. Mahirin belə deyim də, bu Nürnbergdə də mən 2 ay Mahirin yanındaydım. Sonra yenə getdim Mahirin yanına. Biraz Nürnbergdə az olduq. Qalan hər vaxt ya mən, ya bacısı yanındadır. Lap yaxşı. Mahir çünki ailə ortamını çox istəyir. Yəni Mahir tələbə kimi yaşaya bilməz, tək başına yaşaya bilməz. Mahir tələbə evində yaşaya bilməz. Mahirin yaşadığı yer ev olduğu hiss olunmalıdır.
o evdə onun belə deyim də gülü olmalıdır, şamı olmalıdır, öz yatağı olmalıdır, şəraiti olmalıdır, paltar yerində durmalıdır, evdə xörək bişməlidir. Ona görə kifayət Qıçlarını mən yumalıyam. İşiniz çoxdur. Ona görə də yəni çox ev istəyir. Çünki o da ona yəni biz olmayanda da onun yəni motivasiyasından bir tık da olsa aşağı düşür. Ona görə də çalışmışıq həmişə yanında olaq, amma Nürnbergdə biraz fərqlidir. Nürnbergdə ara-ara gedirik. Yer gəlmişkən Nürnbergdə 2 sualım olacaq. Əslində futbol tərəfini soruşacaqdım, amma biraz fərqlidir. Ara-ara gedirik və bütün hər kəsin gözlədiyi o sualı mən vermək istəyirəm. Özüm də bu sualı maraqla verirəm sizə. Şəxsi həyatla bağlı vəziyyət necədir? Nəhayət hansı xəbərlər olacaq? Baxaq, xeyirlisi olsun, nə xəbər olacaqsa. Yəni biraz da Yəni orada xörək bişirilirmi hazırda? Belə Siz burada olduğunuza görə. Deməli, Mahir yəni baxıblar da yəqin ilk dəfə paylaşıbdı sevgilisi ilə şəkil. Deməli Mahir hamı elə bilir ki, ora gedəndən sonra orada tanış olublar. Yox, Almandır deyə elə fikirləşirlər ki, Almaniyada tanış olubdu. Yox, Türkiyədə tanış olmuşduq. Biz hamımız bir yerdə bir belə deyim də restoranda tanış olmuşduq. Ondan sonra üstə də bu gəldi Almaniya çıxdı. Fikirləşdik yəni öz-özümüzə danışırkən bu da bir qismətdir də. Yəni Səsində Almaniyadan təklif gəldi. Yox, heç oynamadı. Yox. Futbol tərəfdən baxdınız. Futbol tərəfdən baxdıq. Yəni heç oynamadı. Çünki yəni futbol elə şeydir ki, bu karyeradır da. Məsələn, bəzən deyirlər ki, anamı qoyub gedə bilmədim, atamı qoyub gedə bilmədim. Yəni karyera elə bir şey deyil. Yəni ona görə də kiməsə görə elə karyeralar qurban verilmir. Heç kimə görə. Yəni ona görə də zaten məsəl üçün mənim yanaşmam da odur. Təbii ki, hər kəs istəyər evladı yanında olsun, evdə olsun. Yəni Qarabağda oynayırdı, hər şey yaxşı idi, evdə idi, gəlirdi, gedirdi. Yəni bizə də xoş deyil çamadanlarla oradan ora daşınırıq, buradan bura. Yəni bir evdən bir evə daşınmaq, bir ölkədən bir ölkəyə daşınmaq nə deməkdir və bunun hamısını Ayşə ilə mən eləyirik, düşünün yəni. Yəni o qədər də rahat deyil. Amma ki hər şey Mahir üçün, yəni idmançının həyatı budur. Yəni ona görə də ailənin dəstəyi çox vacibdir. İndi görək qismət İnşallah yaxşı olar. Mən paylaşımlarınızdan, ümumi situasiyadan hiss etdiyim odur ki, Klose ilə həm də yaxşı münasibət var. Çox yaxşı insandır. Çox yaxşı insandır. Klose bir əfsanədir. Əvvəldən futbolçu kimi də bizim çox sevdiyimiz bir futbolçuydu. Düzdür, o Türkiyəni elədi Avropa oyunlarında qolu ilə. O vaxtında Ayşə ilə balacaydı, çox ağlayırdı. Türkiyə əlinəndə. Amma ki doğrudan da çox yaxşı insandır, çox mülayimdir. Məsələn, bizim də orada olanda görüşürdük də, çünki 2 aya yaxın biz klubun öz otelində yaşadıq. Hələ ev tapana qədər Mahirə kontrakt imzalanandan sonra Klozada oteldə yaşayırdı. Onun da evi hələ yox idi, hazırlanırdı. Biz də ev axtarırdıq, tapa bilmirdik. Bir neçə futbolçu da elə. Yəni ev tapana qədər orada yaşayırdıq. Yəni çox mülayim, çox cana yaxın, çox centlmen. Yəni biz çox istəyirik Klozanı ailəlikcə. Birində deyirəm ki, gedirəm, heç şəklim yoxdur. Dayan saçlarımı darayıb gəlirəm. Gəldi, şəkil çəkdirdik. O da elədi. Klubun prezidenti də çox ailə kimi belə cana yaxındılar. Bəzən deyirlər ki, məsəl üçün almanlar soyuqdur mentalitet olaraq. Vallah biz heç onu hiss eləmədik. Bizim ev sahibimiz olsun məsələn, çox desən ki, bir qaşıq lazımdır, qaçıb gedib alıb gələcəkdi. Nə lazım olsa, yəni ya da bizim rastımıza çıxanlar belədir. Aydındır. Klose ünsiyyətlərin, indi futbol tərəfini qoyuram. Sizdən ünsiyyətdə daha çox nə deyir, nə istəyir Mahirdən? Belə deyim də, mənlə Mahirdən istədikləri barədə danışmamışıq. Elə salam, sağ ol, nə var, nə yox. Məsəl üçün, Yote klubun prezidenti məsəl üçün rastlaşanda mən həmişə deyirdi, yəni çox sağ olun ki, Mahir çox yaxşı insandır, çox tərbiyəlidir. Yəni belə. Aha. Bir ana nə eşitmək istəyər uşağından? Və bunu Avropada eşitmək də yəqin ki, ayrı bir hissdir sizin üçün. Futbol tərəfindən işlər necədir? Mütəmadi açıqlamalar verir Klose Mahirlə bağlı. Ümumiyyətlə kifayət qədər də başlanğıc da yaxşı idi, amma bu aralar bir də bu başqa söz-söhbətlər oldu. 2 oyun əsas heyətdə iştirak ərizəsində adı olmayandan sonra. Bununla bağlı nə deyə bilərik?
Yəni Mahir onun açıqlamasını özü verdi əslində. Çünki bilirsiniz bu transfer dönəmi idi. Mahirin də 1 illik kontraktı var da Nürnbergdən. Onlar təklif elədilər kontrakt. Mahir uzatmadı. Yəni sonda üstə Koreya gəldi. İndi klub da yəni Mahiri belə deyim, zədə alma durumundan sığortaladı ki, bəlkə Mahir gedər Koreyaya. Yəni hər kəs qazanmaq istəyir. Hələ açıqda qalıb məsələ. Açıqda qalmadı, bağlandı, bitdi. Mahir davam eləyir Nürnberglə. Yaya qədər zaten müqaviləsi var. Elə son açıqlamasında da Klozet onu bildirmişdi ki, və qayıdışı da çox möhtəşəm oldu məşqlərdə. Çox yaxşı imiş və oradan da ilhamlanaraq oyuna da çıxmışdı. Bilirsiniz, o məsəl üçün əvvəlki oyunlarda da, məşqdə də bu kiminsə yaxşıdır, pisdir deməyini qoyaq bir qırağa, bilirsiniz də statistika var, bəlli, yəni orada onların bütün məqamlar özünü göstərir. Bəli, xüsusilə Avropa futbolunda, hətta mətbuat da onun üzərindən çıxış eləyir. Yəni neçə topla təmas Mahir məsəl üçün yaşı etibarı ilə də ola bilsin ki, yəni heç olmadığı qədər çox nizamlı, intizamlıdır. İstəsə rejimi olsun, yuxusu olsun. Məsələn Mahirin ən uğursuz vaxtı nə vaxt oldu? Dinamo Zagrebdə oldu da son vaxtlar məsəl üçün. Orada da Mahir heç məşqindən qalmadı. Məsələn, heç məşqindən qalmadı. Bəzən əlavə məşqlər elədi, əlavə trenerlərlə məşqlər elədi klub bilmədən. Məsələn, Mahirin fizioterapevti var, Legiyadan qalan Mixail Polyak məsəl üçün. Onun aylıq maaşı var, o gəlir ayda 2 dəfə özü gəlir, 3 gün qalır. Ondan da əlavə onlayn oyunla elədiyi məsəl üçün məşq ayrıdır. Yəni heç üzərinə düşəni eləməkdən belə deyim də. Mahirin xarakterində istəyəcəm biraz bizim üçün danışaq. Çünki həm də o səviyyədə oynamaq üçün yaxşı bir xarakterin olmalıdır. Bu xarakter necə formalaşdı və hazırki Mahir həm də böyük bir xarakterdir deyə bilərikmi şəxsi olaraq, şəxsiyyət olaraq? Əlbəttə ki, xarakterdir. Siz elə bilirsiniz, gedib Avropada rahatdır, oralarda yaşamaq, işləmək, özünü o inteqrasiya eləmək kollektivə çoxmu rahatdır elə bilirsiniz? Heç rahat deyil, çox çətindir. Böyük əksəriyyət futbolçularımız ilk ilindən geri dönüblər. Çox çətindir. Məsəl üçün, geri dönüblər məsələsində ən böyük amillərdən biri də dil öyrənmə, dil əngəlidir. Mütləq xarici dilə fikir versinlər uşaqlar balaca olanda. Çünki mən təsəvvür eləmirəm ki, bu boyda gərginliyin arasında bir də dil bilməsəydi nə olardı? Məsələn. Mahir uşaqlıqdan öyrənmişdi. Mahir belə deyim də, Mahir rus məktəbinə getdi, 160-a getdi. Mən onu 4-cü, 5-ci sinifdən çıxartdım, Azərbaycan bölməsinə qoydum ki, Azərbaycanca səlis danışsın. Məsələn. Ondan sonra ingilis dili. İndi siz Xorvatiyada gördünüz, xorvat dilini tərtəmiz danışır, polyak dilini tərtəmiz danışır. İndi almanı fransızı öyrənirdi arada, vaxt olduqca öyrənirdi onu. İndi məcbur alman dilini öyrənir. Məsəl üçün gedəndə o tərcümə aparatları var, qulaqçıqlar, 2 qulaqçıqla qulaq asırdı. İndi deyir birini çıxartıram, həm məşqçiyə almanca qulaq asıram, həm də tərcümə gəlir o birisi qulaqdan. Dil götürmək qabiliyyəti də yaxşıdır. Məsəl üçün onlar da olmasaydı, məsəl üçün ətraf yığa bilməz özünə, boş vaxtlarını keçirə bilməz məsəl üçün. İndi bütün dillərdə Mahir rahat danışır. Ona görə də uşaqların dünya görüşü. Məsəl üçün Mahirin 10 yaşı var idi, Viktor Soya qulaq asırdı məsələn. Bir də bir şey danışım. Deməli Mahir Atletico Madridlə oynadılar. Burada yoldaşlıq oyunu var idi, yadınızdadırsa, Bakıda. Ondan sonra jurnalistlər zəng eləyir. Mən də Mahirə dedim, o vaxt neçə yaşı var idi? Mahirin 15 yaşı, 14-15 yaşı var idi. Deyirəm ki, selektora qoy, mən sənə kömək eləyərəm cavablar verməyə. Oturmuşam yanında evdə. Nə kömək eləyər? Mahir bir cavablar verdi. Yəni ilk dəfə belə baxdım ki, yəni. İndi ona görə də o Azərbaycan dilini elə səlis bilməsəydi, elə danışa bilməzdi. Yəni ona görə də o şəxsi inkişafda, yəni futboldan kənar şəxsi inkişafda çox vacibdir gedib kənarda yaşamaq üçün. Aydındır. Təşəkkür edirəm Elnura xanım. Bayramımız bir daha mübarək. Çox xoş oldu bu müsahibə və inanıram ki, bir çox insanlara da faydası dəyəcək, həm maarifləndirmə mənasında, həm digər mənalarda və
çox istəyəcəm ki, biz bunu bir daha təkrarlayaq bir müddət sonra. Çünki zaman keçdikcə və mövzular da çoxdur. İndi bu gün ana mövzulardan danışdıq, amma daha çox xatirələr, daha çox detalları növbəti verilişlərimizdə istəyəcəm sizə. İnşallah çox sağ olun dəvət elədiyiniz üçün, gözəl təbrikləriniz üçün. Mən də bütün Azərbaycan xanımlarını, hətta dünya xanımlarını, çünki artıq başqa yerlərdə də belə deyim də dostluqlarımız var. Hər kəsi təbrik eləyirəm. Hər kəsə gözəl evladlar yetişdirməyi arzulayıram. Necə deyim, Atatürkün bir sözü var idi, dünyada gördüyünüz hər şey bir qadının əsəridir. Yəni döşünə döyən kişilər belə bir qadının əsərisiz. Ona görə də istəyirəm ki, qadınlarımız gözəl əsərlər yetişdirsinlər, gözəl əsərlər bəxş eləsinlər bu dünyaya. Yəni o qədər də hafifə alınacaq bir varlıqlar deyil qadınlar. Hamısını öpürəm, bağrıma basıram. Təbrik eləyirəm. Azər İsmail YouTube kanalında idman podkastlarımızdan birini izlədiniz. Görüşərik, hələlik.